Vaxtınız xeyir olsun, əziz tamaşaçılarımız. Aləmzin Xəzərində həkimlər yenidən iş başındadır. Bugün də bir-birindən maraqlı mövzularımız, bir-birindən maraqlı qonaqlarımız olacaq. Mövzularımız və qonaqlarımız haqqında məlumatı bizim Instagram səhifəmizdən, Həkim İşi səhifəsindən əldə edə bilərsiniz və yeri gəlmişkən qonaqlarımıza olan suallarınızı həm 012 404 31 15 nömrəsinə, həmçinin Həkim İşi Instagram səhifəsinə də ünvanlaya bilərsiniz. Bizim məqsədimiz sizin tibbi biliklərinizi artırmaq, sağlamlığınız mövzusunda sizi maksimum maarifləndirməkdir ki, sağlamlığımızı sağlam ikən qorumağı bacaraq. Amma bir xəstəlik də baş verərsə ki, bundan təbii ki, heç kim sığortalanmayıb, doğru ünvanda doğru həkimi seçməyə sizə kömək edək və bu mövzuda sağ olsun bizim dəyərli həkimlərimiz ki, hər dəfə studiyamızın qonağı olurlar və həkim işində öz işlərini də nümayiş etdirirlər. Və bu mövzuda öz işlərini nümayiş etdirməsi üçün və ultrasonik piezorinoplastika son günlərdə çox eşitdiyimiz bir kəlmədir. Bu mövzuda bizi maarifləndirmək üçün və qaranlıq məqamlara aydınlıq gətirmək üçün istəyirəm elə ilk qonağımızı sizə təqdim edim və studiyamıza dəvət edim. Belə ki, qonağımız Lor Hospitalın baş həkimi, cərrah otorinolaringoloq, operator doktor Pərviz Aslanovdur. Buyurun doktor. Xoş gəlmişsiniz. Necəsiz? Bugün nəhayət biz bu mövzuda ultrasonik piezorinoplastika mövzusunda ətraflı danışacağıq. Və tamaşaçılar, sizin də sualınız varsa, daha öncə deyək ki, bir burun əməliyyatı keçirmişsinizsə, nəticədən narazısınızsa və yaxud hər hansı bir qaranlıq qalan məqamlar və suallarınız varsa, burun əməliyyatı elətdirmək istəyirsiniz, amma yenə də qərarsızsınızsa, bəzi suallarınızın cavabını tapa bilməmişsinizsə, 404-31-15 əlaqə nömrəmizdir. Həkim İşi isə bizim Instagram səhifəmizin ünvanıdır. Kimə hansı ünvan rahatdır, suallarını ünvanlasın ki, Pərviz doktor da bu mövzuda sizə ən doğru bilikləri verə biləcək həkimlər sırasındadır. Çünki ultrasonik piezorinoplastikanı Azərbaycana ilk gətirən siz olmusunuz və keçən günlərdə də bir həkimlərimizdən biri də qeyd etdi ki, məhz sizdən sonra artıq maraqlandı bu üsulla və o da bu üsuldan istifadə etməyə başladı. Və nə gözəl ki, dünya ilə eyni anda bizim ölkədə də bu əməliyyatlar uğurla həyata keçirilir. Mənə maraqlıdır, ümumiyyətlə plastik əməliyyatlar, plastik cərrahiyyəyə maraq son illərdə artıb. Siz bunu nə ilə bağlayırsınız? Daha öncə insanlar daha gözəl idi, indi becərləşib yoxsa? Əvvəla çox təşəkkür edirəm Xəzər TV-yə və Xəzər TV-nin həkim işi verilişinə, o cümlədən sizə. Çünki çox obyektiv və düzgün, qərəzsiz bir həkim işi verilişi verir. İnsanlar ciddi şəkildə və... Bir saniyə, doktor, üzr istəyirəm. Həkimi mikrofonda səhv etmirəmsə, səs yoxdur. Onu bir dənə düzəldin, çox üzr istəyirəm. Təbii ki, canlı yayımda olur belə şeylər. Biz bugün əziz tamaşaçılar nəzərinizə çatdırım ki, Lor Hospitalın baş həkimi ilə danışacağıq. İnşallah qismət olsa ultrasonik piezorinoplastika haqqında. Ümumiyyətlə, təbii ki, plastik əməliyyatlara marağımız artıb, tələbat artıb və bəzən biz doğrudan da həkim seçimində çaşbaş qalırıq. Çünki istər sosial şəbəkələr olsun, istər televiziya ekranları olsun, bir çox həkimlərin çıxışlarını eşidirik, bir çox həkimlərin bu mövzuda təbii ki, fikirlərini öyrənirik, amma yenə də tərəddüd edirik və bugün də Pərviz doktor bu haqda danışacaq və sualımın cavabını. Və sualımın cavabına gəlirəm. Bu cür qeyri, yəni doğru bir mühitdə təbii ki, insanlar ətraflı və doğru düzgün maarifləndirilməlidir. Sizin vurğuladığınız sahə estetik cərrahiyyə, plastik cərrahiyyə son illər inkişaf edib Azərbaycanda. Ümumiyyətlə, bütün dünyada belədir bu problem. Nəyə görə? İnsanların artıq maddi rifahı deyək ki, böyük əksəriyyətdə yüksəlib. Həm də müasir iş dövrü, müasir həyat şəraiti sanki baxımlı insanlara tələbatın artdığını göstərir. Bu baxımdan insanlar özlərində olan o komplekslərdən azad olmaq istəyirlər. Və istər-istəməz bu da təbii ki, bu əməliyyatlara olan marağın artmasına səbəb olur. Müraciət edənlər daha çox xanımlardır, yoxsa bəylərdir? Demək olar ki, eynidir. Həm xanımlar, həm bəylərdə, bəli, hər ikisində artıq. Amma daha öncələr daha çox xanımlar... Daha öncələr xanımlar idi, amma indi sanki eynidir. Yəni, sizə müraciət edərkən siz lor cərrahsız bilirik, plastik estetik və əslində lor uzmanlıq, lor estetik cərrahsız. Belə deyək, müraciət edənlərin çoxu, mən məsəl üçün sual verirəm ki, siz nə üçün arıqlamaq istəyirsiniz? Deyək ki, sizə müraciət edənlərin çoxu nə üçün daha çox burun əməliyyatına üst tuturlar? Məsəl üçün, eləsi vardır ki, elə girmişkən estetik də elətdirim, sağlamlıq tərəfini daha çox narahat edir. Onu deyən də çoxdur, amma qeyd edək ki, burun üzün tam ortasında yerləşir və insanın simasına baxdıqda ilk növbədə burun gözə çarpır. Burun gözə, sanki burunda olan dəyişiklik insanın bütün simasını dəyişir. Burun yanaqlarla, gözlə, qaşla,
dodaqla, çənə ilə bir tamlıq təşkil edir. Hətta insanın deməli, üzünə gözəllik verən, qaşdan burun ucuna qədər gələn o xəyali xəttdir. Ona görə burunda olan güclü bir asimetriya həmən insanda bir ciddi qüsurlar yarada bilər və ona görə burun əməliyyatları çox ciddi əməliyyatlardır və məsuliyyətli yanaşmaq lazımdır. Aydındır. O zaman belə bir sual gəlir meydana və son günlərin mübahisə mövzularından biridir ki, bu əməliyyatları kim etməlidir? Ya əməliyyat edən şəxs mütləq lor cərrah olmalıdırmı, yoxsa elə plastik estetik cərrah uzmanı da edə Qeyd bilərmi? edim ki, bütün dünyada bu problem var, amma mən ən tərəfdarıyam ki, bu əməliyyatı dər plastik cərrah, dər lor cərrah kim edə bilirsə edir. Və amma sadəcə bu əməliyyatı edən cərrahın mütləq bir deneyimi olmalıdır və burun daxili problemlərə, eyni zamanda burun xarici problemlərə yaxşı hakim olmalıdır ki, əməliyyat sonrası problemlər yaşanmasın. Yəni burun həm plastik cərrahlar, həm lor cərrahlar edə bilər. Edə biləcək həkimin həm təcrübəsi, həm o təhsili, bunlar çox önəmlidir. Məncə onun üzərində dayanmaq lazımdır. Yəni siz də onun üzərində danışırsınız ki, nəfəs almayan gözəl burun heç bir işə yaramır. O doğru bir fikirdir. Bunu daha çox tez-tez vurğulayıram, amma qeyd edim ki, əgər burun daxili problemlər daha çoxdursa, əgər hansısa bir pasiyentin həm nəfəs almasında sıxıntı varsa, həm burunda polipləri varsa, qaymariti varsa, balıq qulaqları şişdirsə, böyük əksəriyyətdə adenoidlər qalır hətta o yaşa qədər. Bu problemlər varsa, bunların həll yolu son dövrlər endoskop vasitəsilə, yəni əməliyyatlar edir olunur. Ona görə endoskopa da lor həkimləri daha yaxşı hakimdir. Əgər nəfəs alma sıxıntısı ilə bərabər estetik görüntünün də həll olunmasını istəyirlərsə, onda seçiminin önündə mütləq lor cərrah ola bilər. Amma bəzən görürsən ki, burun əməliyyatı ilə yanaşı sinə əməliyyatı, yəni mamoplastika, abdominoplastika əməliyyatı edirlər. O zaman bəli, plastik cərrahların seçimi daha doğru olar. Mən amma ümumiyyətlə fikrim odur ki, yəni lor həkimlərinin yəni bu burunla bağlı üstünlükləri daha çoxdur. Daha çoxdur, aydındır. Və ultrasonik piezorinoplastika. Bu əməliyyatı Azərbaycanda ilk mən edən biraz sizsiniz. ümumiyyətlə belə deyək, bu iş sözlərindən çox vaxt bəzən adam rahatsız da Yox, ola nə var bilər. onu deyirik də, birinci siz eləmisiniz. Onu vurğulayım ki, çox belə özümü xoşbəxt hiss eləyirəm ki, yəni Azərbaycanda bunu tətbiq edə bildik və hətta bunun geniş yayılmasına Təkan yaratdınız. Zəmin yarandı. Mən əgər mümkün olsa bir videoya keçərdik. Olar, yəni buyurun. orada videolarda biz göstərəcəyik ki, hansı ki bunu qapadıb məncə. Deyəsən belə çıxacaq. Və əziz tamaşaçılar, sizin də suallarınız varsa bizə 404-31-15 nömrəsinə zəng edib ünvanlaya bilərsiniz və ya Həkim İşi Instagram səhifəsinə suallarınızı SMS vasitəsilə yazıb göndərə bilərsiniz. Qeyd edim ki, qonağımız Lor Hospitalın baş həkimi, cərrah, otorinolaringoloq, operator doktor Pərviz Aslanovdur və biz bugün ultrasonik piezorinopastikadan danışırıq və doktor, siz bildiyim qədərilə bu üsulla əməliyyat etdiyiniz pasiyentlərin sayı 500-ü keçib. Bu çəkidə və küt alətlərə sondur. Yəni, ultrasonik rinoplaskanın ən böyük üstünlüyü ondan ibarətdir ki, artıq piezo cihazından istifadə edirik. Ultrasəs dalğaları vasitəsilə burunda olan sümükləri kəsirik. Yəni, artıq digər küt alətlərdən istifadə etməyərək, hətta burunun böyük bir donqarlığı varsa, o donqarlığı belə bir küt alətlərdən istifadə etmədən sadəcə ultrasəs dalğaları vasitəsilə kəsilir. Göründüyü kimi, yəni əməliyyat şəkillərini biraz daha sonra ətraflı göstərərik. Heç bir şişkinlik, cüyərmə olmadan və bütün küt alətlərə son verərək piezo üsulu ilə sadəcə lateralları və burun üstünün donqarlığını götürərək burunda yeni gözəl bir formaları əldə edə bilirik. Bu üstünlük nədən ibarətdir? Bu cihaz vasitəsilə sadəcə sümükləri kəsirik. Bu cihaz, yəni piezo cihazı qan damarlarına, toxumalara toxunduğunda onlara heç bir zərər vermir. Hətta özündən belə deyək, su Yəni ifraz ağıllı edir. cihaz deyə bilərik ona. Seçici davranır çünki. Ümumiyyətlə, deməli, hətta sinirlərə belə toxunmur. Amma bəzən məlumatlar var, cihazların növündən asılıdır. Bəzi cihazlar dəridə yüngül yanıqlar da verə bilir. Şuralar olsun, bir ilə yaxındır artıq istifadə edirik və heç bir əks göstəriş olmadı. Əksinə, daha öncələr rastlaşdığımız problemlərin demək olar hamısı öz həllini tapır. Əməliyyat zamanı necə? Qısaldı mı bu Əməliyyat zamanında heç bir dəyişiklik yoxdur. Əksinə qısalıb. Niyə qısalıb? Çünki biz çəkicdən istifadə edən zaman çəkic və digər küt alətlər burun sümüklərində onun ucu elə bir kəskin forması sümüyün ən incə yerinə doğru qırılma verilir. Amma bu zaman əlavə bir problemlərlə rastlaşırıq. Amma piezoda qələm kimi bir çizgi aparıb Biz ölçüb bir bitirsiniz. Qələm kimi bir çizgi aparıb sadəcə ultrasəs dalğaları, lazer desək biraz doğru çıxmır. Ultrasəs dalğaları vasitəsilə düzgün buruna forma verə bilirik. Təəssüf ki, biz
daha geniş görüntü verə bilmirik. Çünki efirdə qadağandır. Təbii ki, qanlı problemlərin görüntülər olması. olmaz. Və təxminən 500-ə qədər oldu. Artıq piezo 500 əməliyyat etmisiniz. Elədiyimiz xəstələrin içərisində. Ümumiyyətlə, normalda belə bir qayda var. Hər 10 xəstədən birində sıxıntı ola bilər. Mən onu soracağım ki, 500-dən neçəsində sıxıntı var? Yəni, mən demək olardım, yəni, cihaza bağlı heç bir sıxıntı yoxdur. Cihaza bağlı sıxıntı yoxdur. Amma ümumi komplekslərində hansısa pasiyentin, məsələn, burnun ucundan mı deyək, arxa hissəsindən mi deyək, enindən mi deyək, biraz zaman məsələsi var. Bəzi burunların tam formalaşması. Yəni 500 xəstədən yəni 2-3%-də məmnun olmayan bilən pasiyentlər var. Çox gözəl göstəricidir. Burada bəzən hər bir cərrahın illər ərzində topladığı təcrübələrdə bir belə deyək, nəticələr ortaya çıxır. Mən məsələn əməliyyat müddətində heç zaman tələsmirəm. Bəzi günlər ikinci və yaxud üçüncü əməliyyatı salmıram. Yəni çünki düşünürəm ki, hər bir pasiyent yəni həyatında bir dəfə əməliyyata gəlir və o əməliyyatı biz yarım saatda da, bir saatda da eləyə bilərik. Amma lazımsa mən bu rinoplastik əməliyyatı sanki bir rəsm əsəridir. Və o müddət məndən soruşanda çox vaxt pasiyentlərə cavab vermirəm. Çünki burun ən ideal forma alınmayana qədər, yəni pasiyentin istədiklərini əgər mən ona verə bilirəmsə, onu tam verməyənə qədər mən əməliyyat otağını tərk eləmirəm. Çünki ağlım sondakı problemlərdənsə, bəri başdan qoy, biraz artıq işləyək, biraz zamanımız çox keçsin və pasiyenti məmnun edə bilək. Çünki burundan bağlı, ümumiyyətlə estetik əməliyyatlara gələn pasiyentlərin böyük əksəriyyətində sanki biraz kompleks olduğu üçün, həm də burun ucun tam ortasında yerləşdiyi üçün ona daha çox yəni diqqət yetirirlər. Gücüyə baxanda da ilk anda burun gözə çarpır və biz mümkün olduğu qədər buruna daha çox zaman ayırırıq və əməliyyatları daha doğru, düzgün etməyə çalışırıq. Və bu məqamda onu da xüsusi vurğulayım ki, təxminən bir həftə öncə mən Türkiyədə 100% plastik toplantının belə deyək, son ümumi qurultayından, dünya üzrə qurultayından qayıtdım. Orada Azərbaycanda yəni elədiyimiz əməliyyatları və piezo ilə bağlı, rinoplastikaya öz şərtli yaxlaşımla bağlı xüsusi sunum oldu. Və o da yüksək səviyyədə qarşılandı, bəyənildi və hətta Azərbaycanda ultrasonik rinoplastikanın öncülü kimi bir xüsusi bir sertifikat da təqdim edildi. Super, çox yəni, sevindim. Mən öz işlərimdən, yəni hər bir həkimin belə deyək, xoşbəxtliyi o anda olur ki, öz pasiyentləri məmnundur, otağı belə gülərək tərk edirlər. Bu bizim üçün ən böyük uğurdur. Məncə də, var olun. Allah səhhətlisin ki, həkimlərimizi səhiyyəmizə çox görməsin. Əziz tamaşaçılarımız, qonağımız Lor Hospitalın baş həkimi, cərrah otorinolaringoloq, operator doktor Pərviz Aslanovdur. Ultrasonik piezorinoplastika'dan danışırıq və bu mövzuda sizin suallarınız varsa, buyurun, ünvanlayın bizə 012 404 31 15 bizim əlaqə nömrəmizdir. Həkim işi isə bizim Instagram səhifəmizin ünvanıdır. Kimə hansı ünvan rahatdır, suallarınızı ünvanlayın və burnunuz mövzusunda qaranlıq qalan məqamlara biz açıqlama verək. Və belə deyək, rinoplastika əməliyyatını ümumiyyətlə neçə yaşından başlayaraq icra edirsiniz? Rinoplastika əməliyyatı burun belə deyək də, üzün tam formalaşması, burunun tam formalaşması xanımlarda və bəylərimizdə bir qədər bir il demək olar ki, fərq edir. Xanımlarda 16-17 yaşından sonra, amma erkəklər, yəni bəylərimizdə 17 yaşından sonra etmək daha doğrudur. Çünki burunun bütün sümükləri, qığırdaqları tam formalaşsın və biz müdaxilə etdikdən sonra hansısa bir problemlər yaranmasın. Amma bəzən olur ki, üzr istəyirəm, bəzən olur ki, bir il önə keçə bilərik. Məsələn, elə xanımlarımız olub ki, baxırıq ki, tam belə yetkinlik yaşına çatıb və burunda hansısa bir inkişaf getsə də heç bir dəyişiklik olmayacaq. Çox böyük bir burundur. Xeyir işləri var, başqa problemlər var. Biz bir il insandan asılı olaraq xəstələrə fərdi yanaşıb, yəni 16-17 yaş ən normal yaşdır. Aydındır. Və çevrəndə bir neçə insan var ki, məsələn, 10 il öncə əməliyyat elətdiriblər və yaxud 5-6 il öncə əməliyyat elətdiriblər və deyirlər ki, nə edirsən elə, 5-10 ildən sonra burun düşür. Və yeni əməliyyat lazım olur. Bu nə dərəcədə düzgün bir fikirdir? Mən sizin fikrinizdə cavab olaraq elə rəsm üzərindən göstərəcəm. Aha, buyurun. Məsələn, bizim buradakı göstərdiyimiz bəzi pasiyentlərin böyük əksəriyyəti təkrar əməliyyatlardır. Bir neçə dəfə əməliyyat olur. Məsələn, bu xəstənin burun donqarlığı var, gördüyümüz kimi. Burun ucunda bu kollimella dediyimiz yerdir. Bu sallanır. Əməliyyat sonrası bunu görmürük artıq. Yəni, pasiyentləri ən çox narahat edən odur. Xüsusilə ön baxışdan olan görüntülər. Bu da təkrarı burundur. Bəli, indi biraz yəqin ki, sonra suallarımızda olacaq. Göründüyü kimi bu ətli burundur. Ətli burunlarda biraz əməliyyat yöntəmləri də fərqli olur və onlarda incəliklərə xüsusi önəm verilməlidir. Pasiyentimizin həm sağ, həm sol görüntüləri var. Bu, burun ucunun düşməsi ilə bağlı. Məsələn, biz burun ucunu qaldırdığımızda
dodağın qalxmamasına xüsusi fikir verdi. Və sanki kəpərin ön ucunda biraz kəsik aparıb ora əlavə bir qığırdaq qoyuruq. Yəni bu əməliyyatın yöntəmidir. Qeyd edim ki, bu arada əməliyyatları biz açıq üsulla icra edirik. Çünki açıq üsulla olunan əməliyyat sadəcə burunun ön ucunda kəsik ola bilir. O da bir neçə aya tamamilə gedir. Açıq üsulla icra olunan əməliyyatlarda Yəni buradan kəsib qaldırırsınız burnu. Qaldırırıq. Bütün ən xırda incəliklərə belə etmək mümkündür. Yəni tam aydın tam görürsünüz aydın qarşınızda. göründüyü kimi. Amma qapalı üsulda biraz çətinliklər yarana bilər. Və açıq üsulda burnun ön ucuna strat gref qoyuruq və bu burnun ön ucu demək olar düşmür. Yeri gəlmişəm bu pasiyentimizdə göründüyü kimi. Bu əvvəllər əməliyyat olub. Daha öncələr əməliyyat olunub və burnun ucu düşür. Göründüyü kimi. Bunun problemi başqadır. Burun uc hissəsində olan qığırdaqların hamısı çıxarılmışdır. Biz məcbur olub bu pasiyentdə qulağından, yəni göründüyü kimi qulaqda heç bir dəyişiklik yoxdur. Qulağından qığırdaq alıb burun ucuna qoymuşuq. Amma paralelində yan hissələri də, yəni burnun belə deyək, əsas sümüklərini də burnun belə tam yapışmış vəziyyətdədir sanki. Sonra uc hissəsində olan indiliyi, yəni üst lateral qığırdaqlar deyilir tibbi dildə. Onları belə incətmişik. Alt lateral qığırdaqlarda tipdə, supratda hər yerdə bir dəyişikliklər gedib və bu kişi burnudur. Yəni kişi burunlarının qadın burunlarından bir çox fərqləri olmalıdır. Burada əsas fərqlər nədən ibarət? Məsələn, kişi burunları çox qalxmamalıdır. Fikir verirsinizsə, burnun uc hissəsi dodaqla burun arasında olan bucaq dərəcəsi təxminən 90 dərəcədir. Bu başqa bir kişi biraz burnudur. daha çox olur. Qadınlarda Telefon xəttində dinləyicimiz var deyəsən. Yoxdur. Aha, bəli, bəli. Qadınlarda amma burnun ucu, yəni dodaq bucaq dərəcəsi, burun arası bucaq 100-105 dərəcəni keçməlidir. Bu ön görüntüdür başqa bir pasiyentdə. Göründüyü kimi əyri burunlardır. Əyri burunlar ümumiyyətlə bu da mı təkrar əməliyyatdır? Bu yox. Bu birinci. Bundan öncəkidir. Əyri burun rinoplastikanın ən çətin sahəsidir. Təkrar əməliyyatdan belə çətin bir əməliyyatdır. Əyri burunlar. Əyri burunlar, hə. Hətta dünyanın ən belə tanınmış belə deyək də cərrahları Bahman Qayrun var, Toriumi var Amerikada. Onlar belə əyri burunla bəli etiraf edirlər ki, biz onların öhdəsindən tam gələ bilmirik. Çünki orada bir çox problemlər var. Düzəltsək belə sonradan hansısa sıxıntılar yaranır. Bu əməliyyatların burun sanki bütün qığırdaqlar çıxarılıb çöldə düzəlib yenidən yığılır. Çox çətin əməliyyat olur. Bəzən gəlir, ay doktor, mənim burnumda nə var? Yəni o xırdalığına qədər gedə bilmir. Amma Allaha şükür, yəni nəticələrimiz ortadır. Çünki qığırdağı orta xəttə qoyub biz lor cərrahlar olduğumuz üçün bu burnun tək görüntüsünə fikir vermirik. Eyni zamanda əməliyyatdan sonraki təxminən dediyimiz kimi 1 il sonra, 5 il sonraki hansısa problemlər yaranmasın deyə xüsusi qreflərdən istifadə edirik. Məsələn, bu pasiyentdə həm burun ucunda strat qref var, həm yan hissələrdə sprider qref var. Göründüyü kimi yandan da baxın, burun ucunda, burun arxasının məsələn kamuflajlar deyirik, xüsusi topdur. Yəni öz qırdaqlarından alınmış, doğranmış qırdaqlarla doldurmuşuq. Məsələn, xanımlarımızdan götürək. Biz yəni bu əməliyyatlarda həmişə çalışırıq ki, burun üzə yaraşsın. Bu çox önəmlidir. Ən önəmli biri odur. Burun nə qədər gözəl olursa olsun, üzlə bir tamlıq təşkil etməlidir. Qaşla, gözlə, burunla və təbii olunmalıdır. Bu pasiyent tez-tez bizim yanımıza gəlir. Yəni bir çox qohumlarını, hətta tanışlarını əməliyyat elədik. Onların hamısı burnun təbii olmağından, yəni əməliyyat olunduğu bilinməsin deyə ondan rahatdırlar. Bir çox xanımlar gəlir ki, doktor, burnumun arxası tam düz olsun, qətiyyən mail olmasın. O zaman biz Gülün bu sevimli pasiyentimizdir. Bunun şəkillərini məsələn göstərə bilirik ki, burnun arxası tam düzdür. Bunu mən daha çox kişilərə önərirəm, belə deyək. Amma bir çox pasiyentlər deyir, ucu qalxmasın, qətiyyən qalxmasın. Mən də razıyam onlarla, ucunun qalxmağını heç demirəm. Bəzidir ki, qalxsın. Çünki deyəsən bir sual var idi. Pasiyentlərin böyük əksəriyyəti deyir ki, doktor, burnum əvvəllər əməliyyat olub, ucu qalxıb, indi biraz düşürdək. Onunla bağlı bizə çox müraciətlər olur. Biz telefon zəngini qəbul edək, istəyirsiniz, sonra davam edək. Hər vaxtınız xeyir olsun. Gülnarə xanım dedi, səhv etmirəmsə. Bəli, alo. Buyurun Gülnarə xanım, eşidirik siz. Hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir. Salam, mən həkimdən məsləhət almaq istəyirdim. Buyurun. Mən 6 il bundan qabaq əməliyyat olunmuşam burundan. İndi məndə burun oturub hər şey, yəni xoşuma gəlir, ancaq burunun qabağı düşüb. Elə bil burada məndə söküldü sap. Ondan sonra elə bil biraz dik idi. İndi vəbşi düşüb, burnum demək olar sallanır qabağı, başa düşdünüz necə yəni. Onu bilmək istəyirəm ki, görəsən
əməliyyat bu, yəni böyük əməliyyat olacaq mı ki, yenidən nəsə yoxsa ancaq qabağı nəsə edə bilərlər? Aha. Siz səhv etmirəmsə, mənə bizim rejissorlarımız deyir ki, burada əməliyyat olunmamışsınız. Yox, mən burada olmamışam. Xaricdə olmusunuz. Aydındır mı sual doktor? Sual aydındır, çox sağ olun. Təşəkkür edirik zənginiz üçün və Təşəkkür cavablandıraq. edirəm mən də zəngi üçün. Bu arada siz yaxşı sual vurğuladınız. Səhv etmirəmsə burada əməliyyat olmamışdır. Mən xüsusi vurğulamaq istəyirəm. Son illər Azərbaycandan xarici ölkələrə gedən, yəni burun əməliyyatı üçün gedən pasiyentlərin sayında şiddətli dərəcədə, yəni əhəmiyyətli dərəcədə azalma var. Yəni əksinə, yəni yəqin siz də bizim deyəsən Instagram səhifəmizdə dostluğumuz var. Görürsünüz, yəni bizə artıq müraciət edən pasiyentlərin içərisində Almaniyadan, Polşadan, Türkiyədən, hətta Amerikadan belə baxırlar, ingilis dilində yazırlar, gəlirlər və xarici ölkələrdən belə bizə gəlirlər. Niyə də olmasın? Burada iki mühüm şərt var. Bir, pasiyentlər mütləq həkimin əl işlərini izləyirlər. Yəni hər gün mən demək olar ki, hər gün etdiyim əməliyyatı həmən paylaşıram, yəni sosial şəbəkələrdə. Görürlər və bunun nəticəsidir ki, bizim dostluğumuz da sosial şəbəkələr çox genişdir, bütün dünyanı əhatə edir və insanların təbii ki, yəqin ki, etibarını qazanırıq və onlar gəlir və şükürlər olsun, ultrasonik rinoplaskanın da sayəsində yəni bir həftəyə 10 günə artıq geri dönə bilirlər. Xanımla bağlı onu vurğulamaq istəyərdim ki, yəni burnun ucu düşübsə, demək ki, biraz öncə vurğuladığım kimi burnun uc hissəsində olan qırıqlar orada yoxdur. Yəni yoxdur. Biz pasiyenti müayinə edərkən daha diqqətli biləcəyik bu işləri. Əgər çəpərində qırıqları varsa, o çəpərdəki olan qırıqlarından istifadə edərək burnun ucuna qoyub onu qaldırmaq. Sadəcə strat greflə olmaz. Burnun uc hissəsində, baxın, yəni burada ona uyğun bir şəkil olaraq da göstərəm. Burnun uc hissəsində tipdə də müəyyən dəyişikliklər əldə edərək, müəyyən görüntülərə üstünlük verərək xanımı yenidən əməliyyat etmək mümkündür. Amma əgər iki variantımız var. Burunda qığırdaq olmazsa, biz məcburuq qulağından və yaxud qabırğa qığırdağından istifadə edərək, burada təxminən əməliyyatımızda bir 20 dəqiqə əlavə olunur. İstifadə edərək yeni bir görüntü əldə etmək mümkündür. Aydındır. Mən üzr istəyirəm, düşünürəm ki, nəfəs almasında da sıxıntı var. İnşallah onlar həll olunur. İnşallah Gülnara xanım, siz də problemimizin həllini Məslor Hospitalda taparsınız. Nuridə xanım, hər vaxtınız xeyir olsun. Alo, hər vaxtınız xeyir. Salam. Buyurun, sualınızı ünvanlayın. Həkimi də sizə salamlayıram və sualım belədir. Plastik əməliyyat və eyni zamanda burun çəpərinin əyriliyi, iki əməliyyatı eyni vaxtda bir gündə etmək mümkündürmü? Aydındır mı sual? Aydındır. Təşəkkürlər Nuridə xanım, bu maraqlı sual üçün məni qabaqladınız. Buyurun. Çox sağ olun, təşəkkür edirəm xanıma mən də sualına görə. Eyni anda əməliyyat etmək mümkündürmü? Yox, vacibdir. Çünki bir burun nə qədər estetik cəhətdən gözəl olursa olsun, əgər o burun nəfəs almayacaqsa, demək olar heç bir şey yaramayacaq. Hanım gözəl görünəcək, amma nə gecə yata biləcək, bütün gün əsəbi olacaq, darıxacaq, xoruldamaları ola bilər, boğulmaları ola bilər, əsəb və digər başqa problemlər tapacaq. Ona görə biz əgər burun kəpərində əyrilik varsa, mütləq həm onun, həm də estetik əməliyyatın eyni anda olunmasının tərəfdarıyam. Mümkün olsaydı, mən hətta onun bir videosunu da göstərərdim. Göstərək, mən isə əlaqə nömrəmizi xatırladım. Əziz tamaşaçılarımız 012 404 31 15 bizim əlaqə nömrəmizdir. Həkim işi isə bizim Instagram səhifəmiz ünvanı. Yer gəlmişkən bizim səhifəmizə sizə təşəkkür mesajlarına gəlir. Xanımın məsələn ön görüntüdür, sadəcə yan görüntüdür belə deyək. Göründüyü kimi biraz öncə vurğuladıq, şəkildən çıxırıq, o yüzden mən göstərmək məcburiyyətində qaldım. Biraz öncə dediyim kimi dodaqla burun arasında olan bucaq, burada biraz əlimizdəydi, 105 dərəcə ola bilər. Yəni bu xanımda da eynidir. Yəni xanımlarda bir müəyyən standartlar var, düzdür. Fərdiliyi nəzərə alaraq onu qorumalıyıq. Yəni donqarlıq gedir, burun ucun sallanması gedir. Amma o 105 dərəcəni pozmuruq və dodaqda heç bir dəyişiklik yaratmırıq. Biz buradan çıxmaq məcburiyyətindəyik, o videonu göstərmək üçün. Pərviz doktor, mən istərdim siz öz sosial şəbəkələrinizi də burada işıqlandırasınız ki, insanlar girib tanış ola bilsinlər sizin işlərinizlə. Pərviz Aslanov.az. Sadəcə Pərviz Aslanov.az web saytıdır. Doktorun zəhmət olmasa bunu da biz vurğulayaq ki, tamaşaçılar sizin işlərinizdən aydın şəkildə tanış ola bilsinlər orada və sualları da varsa ünvanlasınlar. Xanımın sualına cavab olaraq burun daxili problemdir. Göründüyü kimi kəpərində ciddi bir əyrilik var. Biraz arxaya gedirik, balıq qulağı da şişdir. Burunda olan problemlər tək kəpər əyriliyi ilə bağlı deyil, eyni zamanda balıq qulağında olan problemlər də ola bilər. Bunlardan əlavə burunda poliplər də ola bilər, eyni zamanda adenoidlər də ola bilər. Və bu xanımın, yəni Aydan xanım olmalıdır, səhv eləmirəmsə, həm də estetik görüntü əməliyyatını etmişik. Sadəcə indi burada kəpərdə olan əyriliyi biz gördük. İndi
eyni İndi Gülnarə xanım, növbəti Gülnarə xanım telefon xəttindədir. Bəli, eyni baxaq ona. pasiyentdə deməli əməliyyatdan sonraki görüntünü mən göstərəcəm. Aha. Gülnarə xanım, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun Tutu xanım, necəsiz? Təşəkkür edirəm, Əməliyyatdan yaxşı sonraki olasınız. görüntünü Buyurun, bir sualınızı videoda ünvanlayın, sonra biz əməliyyatdan sonraki görüntüyə baxaq. Soruşmaq istəyərdim. Mənim oğlumun 13 yaşı tamam olub. Onun elə bir ki, burun çəpəri əyriliyi var. İstəyərdim bilim ki, əməliyyat neçə yaşından sonra eləmək olar? Çünki bir tərəfi elə bir ki, demək olar ki, işləmir. 13 yaş dedi səhv Bəli, eləmirəmsə. 13. Aydındır mı sual? Təşəkkür Çox edirik sağ olun, zənginiz təşəkkür üçün. edirəm. Aha, biz göstərək, sonra sual Bu cavablandıraq. pasiyentdə biraz öncə gördüyümüz pasiyentin əməliyyat sonraki görüntüsüdür. Görürsünüz, burun necə genişdir. Bu pasiyent çox gözəl, çox rahatlıqla nəfəs alır. Balıq qulaqları çəkilib bir kənara, çəpər orta xəttədir və pasiyent məmnundur. Bizim də istədiyimiz budur. İndi sual gəldi, neçə yaşında əməliyyat etmək olar? Normalda biraz öncə vurğuladığımız kimi estetik əməliyyatlar 15-16 xanımlarda, bəylərimizdə 16-17 yaşdan sonra. Çəpər əyriliyi üçün ədəbiyyat 14 yaş göstərir. Yəni 14 yaşdan sonra burun çəpərində olan əyriliyi əməliyyat etmək olar. Amma bir çox xəstələrdə fərdi yanaşma, bəzən kənara çıxmalar olub. 9 yaşında da, 8 yaşında da, hətta Amerikan ədəbiyyatlarında 7 yaşında belə çəpər əyriliyi əməliyyatı olub. Biz ona pediatrik, yəni uşaq pasiyentlər üçün deyirəm, təbii deyil, pediatrik septoplastika deyilən bir əməliyyat var, onu icra edirik. Bu da çox nadir olur. 100 pasiyentdən birində olur deyək ki, orada da xüsusi böyümə nöqtələri var. Onları qorumaq şərti ilə, yəni bəzən böyümə nöqtələrinə toxunub sonraki inkişafın qarşısını almaq olar. Böyümə nöqtələrini qorumaq şərti ilə pediatrik septoplastika əməliyyatını etmək olar. Ola bilərmi ki, siz baxasınız bu pasiyentə, deyəsiniz ki, biz elə bundan sonra 2 il, 3 il gözləyək, daha sonra ikisini bir arada eləyək? Yəni əksər hallarda elə olur. Yəni biz görürük, əgər o pasiyentin burun çəpəri bir tərəfə doğru əyridir. Məsələn, soldan nəfəs alınır, sağdan alır, biz deyirik gözləyək bir ildə daha doğru əməliyyat edir. Bəzən burun çəpəri əyriliyi ümumiyyətlə bir neçə formada olur. Mən onu burada təbii ki, başqa formalar gətirmədim. Estivari formada ola bilər, daraq çıxıntı şəklində ola bilər, krestlər ola bilər. Yəni o formasından, çəpər əyriliyin özünün bir neçə formaları olur. Estivari formadadırsa biz gözləməyə bilərik. Sadəcə daraqsa, krestsə bir tərəfə doğru əyridirsə, biz məcburuq onu gözləyək. Gözləyək ki, çünki inkişaf gedir. Bəzən olub ki, əyri çəpərlər bir neçə il sonra öz-özünə düzəlir. Çünki ona görə biz heç vaxt tələsməyin və doğru tərəfində deyilik. Sadəcə pasiyentə nə lazımdırsa, onu edəndə çox məmnun olur. Aydındır. Fəslin fərqi varmı bu əməliyyatların keçirilməsində? Belə deyək, rinoplastika əməliyyatları, ümumiyyətlə burun əməliyyatları ilin istənilən fəslində aparıla bilər. Amma hər fəslin özünə uyğun belə deyək, göstərişləri var. Məsələn, qış aylarında mütləq pasiyentlər soyuqdan qorunmalıdırlar. Yay aylarında günəşdən qorunmalıdırlar. Amma bir məsələ də var, xüsusilə günəş şüalarından qorunmaq daha vacibdir. Çünki yeni əməliyyat olunmuş burunlarda günəş şüaları dəridə rəng fərqləri yarada bilər. O yüzdən pasiyentlərin hər fəsilə uyğun öz diqqət yetirməsi gərəkən məqam var. Amma qış aylarında ümumiyyətlə bu əməliyyatları etmək daha doğrudur. Çünki qanaxma deyilən bir şeylərdən narahat olurlar. Şükürlər olsun. Nə çəkic var, nə digər küt alətlər var, nə qanamaya səbəb yoxdur. Heç bir şey yoxdur. Qansız əməliyyatlardır. Allaha şükür. Və rinoplastika əməliyyatını icra etməzdən əvvəl və pasiyent əməliyyata hazırlanarkən daha çox nələrə diqqət yetirmək lazımdır? Yəni, elə olurmu ki, xəstə gəlir, çox istəyir, amma siz deyirsiniz ki, yox, mən bu əməliyyatı etmirəm və etmək olmaz. Üzr istəyirəm mən. Buyurun, buyurun. Əziz tamaşaçılar, qeyd edim ki, qonağımız Lor Hospitalın baş həkimi, cərrah otorinolaringoloq, operator doktor Pərviz Aslanovdur. Biz bugün ultrasonik piezorinopastikadan danışırıq və sizin də suallarınız varsa 012 404 31 15 nömrəsindən ünvanlaya bilərsiniz. Biz əməliyyatdan öncə mütləq deməli pasiyentləri dinləyirik. Birinci pasiyentin nə üçün gəlib, hansı istəkləri var, burunda nə cür dəyişikliklər olmasını istəyir və cərrahın ona verə biləcəklərini mütləq söyləyirik və ən sonda cərrahiyyənin imkanları da nəzərə alınmalıdır. Pasiyentin istəkləri, həkimin ona verə biləcəkləri və cərrahiyyənin imkanları üst-üstə düşürsə əməliyyata tamam deyirik. Amma bununla iş bitmir. Mütləq pasiyent əməliyyat öncəsi anestezoloqla görüşür. Anestezoloq bizim ümumi narkoz həkimi, yəni ümumi anesteziya altında aparıldığı üçün mütləq görüşür. Anestezoloq əgər onun ürəyində belə deyək,
sonra ciyərlərində, çünki kardioqram olunur, bəzi xəstələrə ex olunur, rentgen olunur ağciyərlərin, eyni zamanda qan analizləri olunur, hemoqlobin normal olmalıdır, laxtalanması yoxlanılır, hətta infeksiyalara qədər bütün ümumi check-up müayinələrdən keçirik. Pasiyentin bütün daxili orqanlarında, yəni belə deyək, bu əməliyyat üçün əks göstəriş yoxdursa, narkoz üçün əks göstəriş yoxdursa, onda biz əməliyyata tamam deyirik. Bəzi pasiyentlər, amma əməliyyat öncəsi hazırlıqlarımızda, məsələn, xüsusi Photoshop, belə deyək, hansısa bir hazır şəkillərlə gəlirlər ki, bizi Photoshop edin və yaxud biz bu müğənniyə bənzəmək istəyirik və yaxud hansısa müəyyən şeylər, onlar da hamısı təbii ki, söhbətlərin mövzusuna aiddir. Amma Photoshop edirik, amma pasiyentə deyirik, bizim edəcəyimiz əməliyyat Photoshopdan çox vaxt daha yaxşıdır. Daha gözəl alınır. Və onun əleyhinəyəm, amma istəyirlər deyin edirik. Çünki biz əməliyyat sırasında yəni, burnu üzə tam uyğunlaşdırırıq. Amma Photoshopda sadəcə burun üzərində işlədiyimiz üçün istənilən nəticəni almaya bilərik. Bizim son 4 dəqiqəmiz var və mən istərdim ki, daha çox bizə verilən suallar sırasında olan sualları da sizə ünvanlayım ki, bu buruna qoyulan tamponlar, üzdə olan göyərmə, şişmə, yəni piezorinopłastikanın bu mövzuda üstünlüyündən danışaq. Buruna ümumiyyətlə tamponları təxminən bir neçə ildir, 5 ildir təxminən istifadə etmirik. Hazır borulardan, splintlərdən istifadə edirik. Hətta deməli, bəzən iş borulardan da istifadə etmirik. Çünki xüsusi saplar vasitəsilə tikirik. Yəni, lor həkimlərinin bir sıra üstünlükləri var, bu doğrudadır. Sadəcə vurğulamaq istəmirəm. Çox yaxşı plastik cərrahi dostlarımız var, daimi söhbətlərimiz olur. O üzlərdən üzə gəlir hər an. Amma yəni, hər kəs özünün üstünlüklərini şey edə bilir. Amma biz lor həkimləri olaraq nə tampondan istifadə edirik, daha əvvəllər var idi metrələrlə tampon qoyulurdu burada. Əməliyyatdan çox o bintin çıxarılması ağırlı idi. Çıxartmaq bir zulum. Hazır borulardan istifadə edirik. Boruların içərisində silikon borulardır. Hava yolu da var. Əməliyyatdan dərhal sonra nəfəs alır. Hətta arzu edən pasiyentlərə heç onu da qoymaya bilərik. Sonra qansız olduğu təbii ki, piezoda bizim əlimizdən tutub. Yəni, bu əməliyyatlarda heç bir göyərmə şişinliyi olmur. Yəni, həm cərrahın işini rahatlaşdırıb, bəli, çox rahat, həm də pasiyenti. Çox nadir hallarda dəriləri çox indi olan pasiyentlərdə yüngül qaraltılar, göyərmələr ola bilər. Aydındır. Və tamaşaçımız yazıb ki, mən 2 dəfə əməliyyat olunmuşam, burnumun ucu çox qalxıb. Bunu indirmək olar mı əməliyyatla? Olar, yəni olar. Pasiyentin biz mütləq müayinə edirik. Burun ucunun qalxmağı 2 variantdan ola bilər. Bir, burun arxası çox götürülübsə, yəni oranı nisbətən doldurur. Bir də burun ucu çox qalxıbsa doğrudan da orada stras grefin biraz ucu hissəsini kəsib tipi düşürtməklə, yəni burada rotasyon, projeksiyon bir neçə belə deyək də, problemlər var. Onların hamısını əldə etmək olur. Yəni, mən arada pasiyentlərə istəyərdim, məsələn, görsünlər. O 2 dəfə əməliyyat olunmuş burun dedi. Bu pasiyent 3-4 dəfə əməliyyat olunur. Bir burnu maksimum neçə dəfə əməliyyat eləmək olar? Artıq burunun yoxdur demək olar sanki. Bu əməliyyatdan dərhal sonraki görüntüdür. Fikir verin, bu pasiyentdə sanırım qulağından qığırdaq alındı. Bu burnun demək olar yox dərəcəsindədir. Həm septum, yəni çəpər hissəsi uzatılıb, çəpər nisbətən uzun formaya gətirilib göründüyü kimi, həm tip formalaşdırılıb, yeni bir tip formalaşdırılıb. Burun arxasını təbii... Əlinizdəyir. Önə doğru çəkək. Burun arxasının deməli təbii olmasına, yəni o burun dodaq şırımına da fikir verilir. Yeni əməliyyat olunduğu üçün biz bunu, yəni yəqin ki, əməliyyat sonrası görüntünü hazırlamayıblar. Amma əməliyyatdan dərhal sonraki görüntüdür. Və bu əməliyyatdan sonra bu cür ödemli qalın dərilərdə xüsusi müalicə prosedurları da həyata keçirərək, yəni diqqətinizi nəyə çəkmək istəyərdim? Yəni burunlar fikir verirsinizsə, yəni üzə bir yaraşır. Yəni, mən çox təbiiliyin tərəfdarıyam. Kim arzu edərsə əlimizdən gələn bu ətli burundur. Bu arada qeyd edeyim, qalın dərili. Amma ətli burunlar da çox gözəl alınır. Pasiyentin özünü bizə göndərdiyi şəkildir. Mən təşəkkür edirəm sizə studiyamıza gəldiyiniz üçün və həkim işində öz işlərinizi nümayiş etdirdiyiniz üçün. İnşallah sizi yenidən studiyamızda gözləyirəm. Yeni burunların şəkilləri ilə qarşıdan gələn bayramımızda mübarək olsun. Sağ olun. Və tamaşaçıları nəzərinizə çatdırım ki, qonağımız Lor Hospitalın baş həkimi, cərrah otorinolaringoloq operator doktor Pərviz Aslanov idi. Biz ultrasonik rinoplastika haqqında danışdıq, ultrasonik piezorinoplastika haqqında danışdıq və arzu edənlər Pərviz doktorun həm web saytından, həmçinin də digər istər Instagram, istər Facebook sosial şəbəkələrdən də onun haqqında və gördüyü işlər haqqında da məlumatlana bilər. Əlavə suallarınız bilirəm çoxdur, amma yenə də həkim də özünə bu sosial şəbəkələrdən ünvanlayıb cavabını əldə edə bilərsiniz. Mənim isə bu dəqiqədə sizə başqa bir məlumatım var. Bizim baş sponsorumuz haqqında məlumat vermək istəyirəm. Belə ki, proqramımızın baş sponsoru Səlis Danışıq Loqopedik və Psixoloji Mərkəzdir. Səlis Danışıq Loqopedik Mərkəzində tam rahat şəkildə uşaqlarınızda reabilitasiya işini
sərnişini həyata keçirə bilərsiniz. Mərkəzin rəhbəri Xavər Abdullayevanın Azərbaycanda tam yeni avadanlıqlarla təchiz etdirdiyi bu mərkəzdə həqiqətən də uşaqların uğurlu gələcəyi yolunda imza atmışdır. Səlis Danışıq Loqopedik Mərkəzi Bərdə və Füzuli rayonlarında da öz şöbələri ilə uşaqlarınızın xidmətindədir. Burada sehirli aləm sensor otağı, koklear otağı, səssizlik dünyanın açarıdır, abiliton otağı, kəkələməyə son, günü uzadılmış qrup, Montessori günlük yaşam kimi otaqlar fəaliyyət göstərir. Səlis Danışıq Loqopedik Mərkəzə müraciət edərək övladlarınızın gələcəyini səlis, nitq və sağlam ruhla başlada bilərsiniz. Bunun üçün Ərmanov rayonu Fətəli xan Xoyski küçəsi 169A ünvanına müraciət edə bilərsiniz və ya ekranda gördüyünüz nömrələrə zəng edib ətraflı məlumat əldə edə bilərsiniz. Bir daha təşəkkürlər bizim baş sponsorumuz Səlis Danışıq Loqopedik və Psixoloji Mərkəzə və növbəti təşəkkürüm bizim təşkilatçı dəstəkçimiz Medix MMC-yədir. Belə ki, verilişimizdə göstərdiyi təşkilatı dəstəyə görə tibbi kosmetoloji və laborator kurort və sanator kurort avadanlıqlarının satışını, quraşdırılmasını və texniki servisini, o cümlədən tibbi sərf məlzəmələrin satışını həyata keçirən Medix MMC-yə təşəkkürümüzü bildiririk. Sizin də əgər hər hansı bir tibb müəssisəniz varsa və onun avadanlıqla təmin olmasını istəyirsinizsə, həmçinin tibbi sərf məzəmələr ehtiyacınız varsa, o zaman da mütləq sifarişinizi ekranda gördüyünüz nömrələrdən Medix MMC-dən edə bilərsiniz. Geyimim üçün Koko butikinə təşəkkürümü bildirirəm və Bülbül 28 ünvanında yerləşir. Sizin də əgər geyim seçimində hələ də qərarsızsınızsa, o zaman mütləq Kokoya müraciət edin. Koko.bakı Instagram səhifəsinə.